Sabahlarınız xeyir olsun. Vətən əhli. Bayramınız mübarək olsun. 30 Mart 2025-ci ildir. Bazar günüdür. Həm gözəl gündür, bazar günüdür, həm də bayram günüdür. Sülhlə yaşayın, millətçi olmayın, kafirlik eləməyin, paxıllıq eləməyin. Bax, oruç tutursunuz. Allahın adını çəkirsiniz, amma yaddan çıxır bir gündən sonra başqaları haqqında pisliklər düşünürsünüz. Eləməyin. Günahdır. Axırıncı gününüzün dəqiqəsində cavab verəcəksiniz. Mən görmüşəm 3 nəfər Ağdamda 3 nəfər dünyasını dəyişdirən insanlar nətər əziyyət çəkirlər. Allaha qurban olum. Allah heç kimə göstərməsin. Əziyyət çəkəcəksiniz. Millətçilik eləməyin. Millətçilər, paxıllar, şərbazlar, paxıllıq eləyənlər, millətçilik, kafirlik eləyənlər, Allahı yaddan çıxardıb şeytan əməli ilə yaşayanlar, böhtançılar, insanların varını, yoxunu əlindən alıb qovanlar, şər atanlar, günahsız insanlara, vətəni sevən insanlara, milləti sevən insanlara, millətçi olmayan, Allahın yaratdığı bəndələrinə pislik eləyən, satqınlıq eləyənləri Allah bağışlamır. Yadınızdan çıxardın. Çıxartmayın, çıxartmayın, çıxartmayın. Bu gün bayram günüdür. Hər il Allah Taala insanlara belə gözəl bahar bayramı bağışlayır, göndərir, sevindirir. Allahın elədiyi gözəllikləri mındaramayın. Bu bütün insanlara deyilmir, şeytana qulluq eləyənlərə. Yalandan, dilin ucunda Allahın adını çəkən, amma yaddan çıxardan sonra səhv addımlar eləyənləri Allah özü görür. Hamımız cavab verəcəyik əməllərimizə görə, yadınızdan çıxartmayın. Allahın köməyi ilə 80 yaşım var. Mənim yadıma düşmür ki, kimin haqqındasa qeybət eləyəm. Mənə pislik eləyən o 5 nəfərin də bütün günahlarını görmüşəm. Mənim içimdədir onların elədiyi səhvlər. Üzlərinə demişəm eləməyin. Mənim yanımda heç qeybət eləmirdi. Deyirdilər ki, möminimiz gəldi. Mən özümü tərifləmirəm. Uşaqlıqdan mən nə bir adamla dalaşmamışam. Ağdamda bircə nəfərə şər atmışdı mənə. Günahsız yerə. Allah da cəzasını verdi, apardı. O dünyada görüşəcəyik. Paltarımı geyindirdiyim, vannaya qoyub çimizdirdiyim, teatr Ağdam teatrına işə götürdürdüyüm, sonradan haqqımda Səkinə Süleymanovna ilə teatrda mənlə işləyən, Sumqayıtdan qovulub gələn, Ağdam teatrında mənlə işləyən Səkinə Süleymanova paxıl qadın idi. Nətər haqqım haram olsun ona. Səkinə Süleymanovaya teatrda gəlib işləyən 2-3 il işlədi, getdi. Mənə pis eləyənlər əziyyət çəkirlər. Mənim səhvim, günahım odur ki, hirslənənəm, inciyənəm, amma ürəyim təmizdir. Heç kim haqqında pislik arzulamıram, heç kimə paxıllıq eləmirəm. Ac günlərim də olub, tox günlərim də olub. Göz yaşı axıdan günlərim də olub. Amma Allah hər tərəfdən məni xilas edib qoruyub, balamı qoruyub. Mənim balam da mən də seyidik. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Məni söyün, bax, videoma baxanda məni söyün, görəcəksiniz. Bir həftənin içində cavab verəcəksiniz Allaha. Çünki mən heç kimə kafir deyirəm, millətçi deyirəm, vicdansız deyirəm. Yeri düşəndə alçaq da deyirəm ki, alçaq işlər görür, insanları incidir. İnsanlar haqqında öz vicdanlı, güzgünün qabağında, bax, məni kimi güzgünün qabağında oturmuşam. Həm danışıram, həm içimdə deyirəm ki, Allahım, mənim insanlara qarşı bir pisliyim olub, yox, qeybətim olub, yox, şər, böhtan danışmağım olub, yox. Hirslənirəm, birdən kobud söz deyirəm, köpoğlu deyirəm, əclaf deyirəm, qancıq deyirəm, bunu deyirəm. Amma bu, yəqin ki, Allah Taala bağışlayar məni. Amma heç kim haqqında mən millətçilik eləməmişəm, şərbətdən danışmamışam. Afrikanın, Nigeriyanın Lagos şəhərinə qədər getmişəm, bir ay orada yaşamışam. İş üçün getmişəm. Orada da dostlar qazanmışam. Məni əllərində, mən ayrılanda ağladılar. Bax, mən tərifləmirəm özümü. Çünki uşaqlıqdan Allaha sığınanam, qəlbim Allahlandır, balam da Allahlandır.
Allah hər çətinlikdən bizi xilas edib, qoruyub. Ağdamda 5 nəfər bizə şərbətdən atan, ay vicdansızlar. 4 dildə danışıram. Azəri dili mənim doğma dilimdir. Bir neçə il erməni dilində də oxumuşam. Çünki uşaq evində, Ermənistanın Kanakerin uşaq evində olmuşam. Atam, anam arxa cəbhədə müharibə üçün, SSR hərbisi üçün arxa cəbhədə işləyiblər. Kimsə nənəm, kimsə məni aparıb 2-3 yaşında məni qoyublar uşaq evinə. Uşaq evində 5 yaşına qədər olmuşam. Sonra rəhmətli anam gəlib məni oğruyub, çıxardıb oradan. Azərbaycanda böyümüşəm. Ali savadım Azərbaycan dilindədir. Xalq təsərrüfatının əmtəşkinatlığını bitirmişəm. 1 il Gəncənin ticarət idarəsində işləmişəm. Ondan sonra qaçmışam böyük səhniyə. Çünki uşaqlıqdan incəsənəti sevmişəm. Oxuyan idim, səs də verir, vallah, bacarıq da verib. Sonra Allah Taala məni Ağdama salıb. Ağdamda 25-27 ilə yaxın Ağdam Haqverdiyev adına teatrında işləmişəm. Nəysə, bugün prosta elə-belə deyirəm ki, birdən tanımayan adam olsa məni tanıyar. Amma sağ-salamat o, məni kimi yaşad olmuş insanlar varsa, teatrın artistlərindən Fəquma Mehdiyeva sağ-salamat, Allah qorusun, məni sevən insan idi, məni çox sevirdi. Bir dəfə toya getmişdi, Ağdamın dəmir yolunda yaşayırdı. Artistlərə ev aldırdım, mərkəzi komitə ilə ev aldırdım, 12 dənə ev aldırdım. Məni teatrın müdiri bir də Aydın Quliyev hirslənmişdilər ki, mən Leninin görünə də yazmışdım ki, artistlər mərkəzdə teatrın qabağındakı fontandan su götürürlər. Neysə, Leninin görünə yazmışdım. Ağdamda poçta götürmədilər, qorxsular, esləri idi də. Getdim Əskərəndən, orada da götürmürdülər erməni poçtundan, Əskərənin poçtundan. Dedim ki, sən deməli Lenini yaddan çıxardırsan. Mən dedi ki, Lenin ölüb. Dedim, indi sözünə cavab verəcəksən. Deyirsən Lenin ölüb, hə? Qorxusundan telegramı götürdü. Telegram düz Leninin mavzoleyinə getmişdi. Oradan mərkəzi komitəyə, Bakıya soruşlu xəbər vermişdilər. 12 dənə ev aldım. Amma hirslə Aydın Quliyevlə Elmar Qasov gecədən durdular. Məni evdən apardılar ki, bu nə aləmi qarışdırmışsan Sevdə xanım. Azıqa mənə bir otaqlı verdilər. 15-16 yaşında oğlumdan bir otaq verdilər bizə. Amma şükürlər olsun. Mənim o bir otağım cəmaata ev aldım. 2 otaq verdilər. 2 otaqlı, 1 otaqlı idi. Payladılar. Sonra bizim binadan Musavinin 2 nömrəli binasında 27-ci mənzil mənim idi. Oradan da bir Zərif adında telefonistka rəhmətə getmişdi. Onun evinə mən bax, səbrim də təsdiq eləyir. Zərifin evini mənə verəcəklər. Aydın Quliyev mənə bir namussuz söz dedi. Mənə dedi ki, xoşum gəlir səndən, sevirəm səni. Səni görən, teatrda işlədiyin gündən mən sənə böyük hörmətim var, sevgim var. Mən səni saxlayayım, vicdansıza bax, mən səni saxlayayım, ev də verim, ev də tikdirim, 3 otaqlı verim sənə. Bir dənə şapalıq vurdum, xrustal qabı var idi stolumun qabağında, götürdüm, dedim, başını 2-yə bölərəm, vicdansız, mənim yoldaşımın dırnağı da dölsən. Mənim yoldaşım da sənətkar idi, artistidir. Azramada işləyibdi. Leyla Bədirvəli ilə, İsmail Dağıstanı ilə gözəl bir boy puxunlu adam idi. Adını çəkmirəm. Çəkim də Eldar Əliyev, rəhmətli, Allah rəhmət eləsin. Filmlərdə də çəkilib. Biraz ikan adam idi deyin, Azramadan çıxartmışdılar. Gəldi Ağdama, orada məni vuruldu. Nəysə evləndik. Bir gözəl oğlum var. Allah hamınızın balasını saxlasın, mənim də balamı saxlasın. Gözəl, namuslu, qeyrətli, bacarıqlı, əli qızıl, beyni qızıl, sözü bütün, ürəyi təmiz, millətçi olmayan, kafir olmayan,
insanlara el uzadan, kömək eləyən elə bir balam var. Allah hamınızın balamızı qorusun, mənim də balamı qorusun. Əzizlərim, həmvətənlərim, nəysə, bax, yenə səmənim var, bax. Bu gün bayram bu səməni çatdı. O birisi səmənlərim axırıncı təkə qədər, 19'una qədər köhnə səmənim var idi. İndi amma görürsüz, yenə də bugün bayramdır, səmənim yetişdi. Dünən yox, sırayım görmüşəm, bax. 3 gün içində bir barmaq uzanıb. Vətən yadıma düşdü. Məhəllədə tonqal qaladırdıq. Hind kinolarını məhəlləyə gətirdirirdim. Ayparanın da sədr müavini idim. Rəhmətli Bədrəddin həkim xəstə adam idi. Məni bacarığıma görə yarım oklad, spalkom, raykom məni orada təyin elədi. Həm orada işləyirdim, həm teatrda. Teatrın da tamaşalarına elə bir müdir kimi bir şey idim. Tamaşalar, qastrollar təşkil eləyirdim. Nəysə sonra Aydın Quliyev getdi, Gədəbəyə raykom oldu. Deməyim odur ki, bax pislik pis şeydir. Mən 85-ci ilin Azərbaycan televiziyasında gedib çıxışımız olandan sonra 1 saatlıq Ağdam teatrı qonağımızdı. Aprel idi ya martda getmişdik. Arxivdə vardı ya az TV-nin, yoxlasalar. Sabir Əskərov, xalq artisti Sabir aparıcı. 1 saat o apardı bizim verilişimizi. En güzel adam idim ben. Güzel kadın olmuşam, çok güzel kadın olmuşam. Neyse. Onu bəxtiyirdim. Fəqima Mehdiyeva dəmir yolunda ev verdiler ona. 12 ev aldım artistlere. Yatakhanada kalırdık. Fəqima Mehdiyeva toya gedibdir. Neyse birden tiyatrımızdan söz düşüb. Deyiblər ki, sizdə en güzel kadın, en güzel sifət Sevda xanımdır. Fəqima gəldi məni dedi, sənin haqqında o qədər danışdılar ki, səni çox sevir insanlar. Fəqimanın qulağı cingildəsin. İndi pensiyadadır, işləmir. Ayda Qasımova əməkdar olubdu. Ayda yetim qızı, Aydaya da bacı kimi olmuşam, böyük bacı kimi olmuşam. Əlimin altında həmişə köməyimdə olub. Həmişə. İnstituta getməyə də kömək elədim. Məhəmməd Əmirov dedi ki, qoy Simzəri göndərək, başqasını göndərək. Dedim ki, olmaz. Yetim də ona görə. Aydanı instituta göndərdim, tiyatro institutuna getdi. Neysə, Aydaya da salam olsun, bayramların mübarək olsun, uzun ömür versin. O da yaşlaşıb artıq. 70'dən çox yaşı var. Fəqima da. Fəqima da. Bu ikisi də məni çox istəyirlər. Onlardan eğer görseniz, sorursanız mənim haqqımda deyəcəklər. Neysə, mərd kimi doğulmuşam, mərd kimi yaşamışam. Allah Taala mərd kimi də məni aparacaq. Deməyim odur ki, bayramınız mübarək olsun. Çoxlu yüzlərlə bayramlar keçirərsiniz. Ailənizi Allah qorusun. Ömrünüzü qorusun. Deməyim odur ki, insanlar millətçilik eləməyin. Sizin uşaqlarınızın talihini Allah yazıb. Bilmirsiniz ki, sizin vasitəsilə Allah'ın yarattığı uşaqlarınız, balalarınız, oğlanlarınız, qızlarınız harda yaşayacaq? Ömür kitabı harda yazılıb? Mən bayaq dedim, Ermənistanda doğulmuşam. Mənim atam da, anam erməni qızıdır. Anam Azərbaycana gedib, Azərbaycandan 2 dənə uşağı var. Millətçilik eləməyin. Ermənistanın Kanakerin uşaq evində gözümü açmışam. Yadımdadır ki, bizi otuzdururlar xalçanın üstündə. Xələtlər var idi, geyindirirlər. Arxadan bağlanırdı. Məni kimsə bir hərbiçi uzun adam uşaq evindən uşaq götürmək istəyiblər. Məni bəyənmişlər. Çünki gözəl olmuşam uşaqlıqdan. Neysə, o da yadımdadır. Qızılcıq tutmuşdum, məni izolировать eləmişdilər. 5 yaşında anam rəhmətli gəldi, məni uğradı, gətirdi. Anam Azərbaycanın Şamxorunun Çardaqlı kəndindədir. Marşal, SSR, 2 dəfə SSR qəhrəmanı Marşal Bağramyanın bacısı qızıdır. Nənəm Şamxorda basdırılıb. O qədər şeydi ki,
yekəxana qadın idi ki, ata familiyasını, Bağramyan familiyasını götürmüşdü, saxlamışdı. Ərə getmişdi anamın atasına. O da gözəl qadın olub. Amma o yekəxanalığına görə ki, qardaşı qəhrəmandır, Bağramyan familiyası ilə yaşayıb. Deməyim odur ki, bax, heç kəs bilmir. Bilmirsiniz ki, 1 saat, 2 saat, 1 ay, 1 il sonra ömür kitabınızda nə dəyişikliklər olacaq. Hər gün vərəqləyirik, hər gün vərəqimizdir. Ömür kitabımızın vərəqlərini vərəqləyirik, ey insanlar. Hə? Sən bir bədii kitab alıb oxuyanda bilirsən, açırsan əvvəlini görürsən. Amma o birisi vərəqdə nə yazılıb bilmirsiniz ki. Həyatımızda Allah Taala ömrümüzü yazıb. Hər bir insanın kitabı var. Bir dostum var, Professor Doktor Xətiboğlu, İmam Xətiboğlu. Əvvəllər bu Facebook şey olmamışdan yazışırdım bir neçə dəfə. Çünki mənə də dualarım Allah tərəfindən gəlir. Mən elədiyim duaları heç kim, molla da bilmir. Allah Taaladan nəsə bir şey bağışlanmış, verilmiş bir adamam mən də. Xətiboğlu bir dəfə dedi ki, söhbətində, insanlar bilmir, amma bilsinlər. Allahın kitabxanası var. Hər bir insanın yaratdığı bütün insanlığın ömür kitabı onun rəflərindədir. Bu nağıl deyil. Allah Taala mənə elə möcüzələr göstərib ki, Marsa da getmişəm. Ən çətin bir günüm var idi, ən çətin. Ağdamda hər şeyi itirmiş, qolu yaralı, bax, burada bax. Bax, bu qolumda kəsiyim var, bax, burada, biləyimdə. Kəsiyim durur. Oğlumun əskərliyinə gəldim. Orada məni hərbi mehmanxanada mənə yer verdilər. Qarbaçovun əmri ilə vicdansız həm SSR-in dağıtı, həm də qayğımıza qalırdı qaçqınların. Orada oğlum əskərlikdə idi. Kasım bölündəki ofisərlərin mehmanxanasında bir otaq ayırdılar məni. Orada qalmışam 1 ilə qədər. Nijni Tagildə, İvada. Pəncərə açıq idi. Uzanmışsın, dilxor deyirdi, mən uşağım çıxacaq, mən nağaracam. Nəsə, bacarıqlı adam idim, vergili, həm də adama baxıram, bilirəm ki, nə olacaq, deyirəm ona. Karta da baxırdım. Kartı da qeybindən öyrənmişəm kartı. Nəysə, o da bir sirridir. Uzanmışdım, bilmirdim nə ağardım, ürəyim partlayırdı. Deyirdim, gərək elə bir şey, şərait yaradam ki, uşağım əskərlikdən çıxanda kövrəlməsin. Ürək ağrımasın ki, Ağdamdakı yaşayışımızı, hər şeyi itirdik, torpağımızı, bağımızı, karyeramızı, teatrımızı itirdik. Teatrda işləyirdi. 16 yaş, uşaqlıqdan rollar oynayırdı, balaca. 5 yaşından bir neçə dənə səhnəyə çıxıb rol oynayırdı. Sonra 16 yaşından teatra düzəltdirdim. Yardımçı heyətində işləyirdi. Artist kimi əskəriyə çağırdılar. Sənədlərində də var. Nəysə uzanmışdım Nijni Tagildə o ofisərlərin mehmanxanasında. Qəfildən günəş işığı otağa doldu. Otaq bütün günəşlə doldu. Qorxdum, bədənim ürkdü. Bir anlıq gözüm yumuldu. Gözümü açdım ki, bir qumlu səhradayam. Ətrafımda gölməçələr var. Külrəngi qumdur, gölməçələr var ətrafımda. Oturmuşam. Sonra bir dənə toppuz bilirsiniz də, o kinolarda göstərirlər. Şar kimi toppuz, amma dişli. Hər tərəfi dişli, oxlu. Böyük, bəlkə bir kamaz boyda, belə yarısı batıb o küllü quma. Yarısı köldədir, yarısı da qumun içindədir. Birinin yoxdur. Külrəngi, hava da külrəngi. Hər yer külrəngi, gölməçələr var. Donub qalmışam, belə baxıram. Bir səs mənə dedi ki, Sevda, bilirsən, hardasan sən? Bədənim ürpür. Kravata uzanmışam, bədənim ürpür. Gözümdə şeydir, otağım da günəşlə doludur. Dedim ki, yox, bilmirəm.
Dedi ki Mars'a düşmüsən, Marsdasan. İstəyirsiniz inanın, istəyirsiniz yox. Deyəcəksiniz nağıldır, ya yuxu görmüşəm. Real Allah Təala məni göstərib. Elə möcüzələr göstərib ki, Allah Təala mənə. O Afrikaya getməyimdə 78-ci ildir, 77-ci il idi. Yuxumda görmüşdüm oranın bazarını. İnanmırsınız, getdim orada, real düşdüm. Həmən bazara girdim. Bəlkə bir 120 kiloluq, 150 kiloluq bir qadın oturmuşdu. Camış boyda. Göy-göyərti satırdı. Lagos'un, Nigeriyanın Lagos şəhərinin bazarına. O kadına yaxınlaşdım, baxdım, ona baxanda yuxum yadıma düşdü ki, boy mən bu bazarı görmüşəm axı yuxumda. Allah məni aparıb ora. Çox şeylər var. Allaha qurban olum. Ağdamda göyərçinlər, mələkələr göyərçin sifətində məni xilas elədi. Ölümdən xilas elədi məni, qorudu. Mənə də deyildi ki, qonşularının bu evinə yox, çıx 2-ci mərtəbəyə. Zəhra həkiminin bacısı evinə. 2-ci mərtəbədə yaşayırdılar. Bütün insanlar məni çox istəyirdi. Nəysə, 5 nəfər vicdansız alçaqların hesabına karyeram batdı, indi xalq artisti idim. 85-in Azramya ATV-yə gedib çıxış eləyəndən sonra məni çox bəyənmişdilər. Mədəniyyət Nazirliyi çox bəyənmişdi. Lütfiyə Rimanov, hamısı Mərkəzi Komitəyə baxanlar da bizim teatra, güclü teatr idi, güclü. Köhnə qədimi teatr idi. 23-cü ildə açılıb, 1923-də. Məmməd Əmirov, Heydər Şəmzadə, Narınc Məlikova, Qurban Mirzəyev, İbrahim Yusubov. Nəysə, məni bəyənmişdilər, çox bəyənmişdilər. Başrollarda 2 dənə tamaşalardan başrollar oynadığım epizodlarım var idi. Sən nə üçün yaşayırsan da başrol oynuyordum. Narınc Məlikova, əməkdar artist mənim anamı oynuyurdu, rəhmətli. Siyavuş Sultanov nişanlımı oynuyurdu. Vaqif Şərifovun tamaşası idi. Sonra Səliməni oynuyordum. Məni bəyənmişdilər. 2-3 ay keçəndən sonra Aydın Quliyevin katibası öz tanışı qadınla, Qəmmirə ilə mənim yanımda mesesra işləyirdi. Gəldi, dedi, muştuluğumu ver, Sevda xanım. Aydın Quliyevin katibəsində paltar aparmışdım satmağa. Mənə dedi ki, göstərdi kağızı, dedi ki, Sevda xanıma göz aydınlığı ver, əməkdar adı gəlibdi. Aydın Quliyevlə Yılmar Qasımov, Aydına dedin də, bayaq tanışmışam, baxırsanız biləcəksiniz. Aydınla Yılmar əməkdarlığımı bəlkə yox eləyərdilər, amma qorxularından ki, həm də çox mənim acığıma. Dedim, Lenin mavzəliyinə yazmışdım, ev aldırdım. Gücümə görə mənim əməkdarlığımı kollektivdən gizlətdilər. Onlarla da o dünyada görüşəcəyik. Yılmar teatr işlərini bilmirdi, jurnalist idi. Sonradan Sadıq Murtuzayev, Eva Zəliyeva mənə görə çıxartdığı, ondan sonra teatrdan Yılmar Qasımov gəldi, işlədi. Mən tamaşaları təşkil eləyirdim. Ey Yılmar bəy, amma yaşlı idi, bilmirəm, sağdır, salamatdır. Mənim 80 yaşım var, bəlkə bir 10 il o məndən yaşlı olardı. Saçları da ağ idi. Nəysə, deməyim odur, bu bayram münasibətilə hamınızı təbrik eləyirəm. Bu söhbətlər vətən yadıma düşdü də. Özünüz bilirsiniz, vətən həsrəti nədir? O var, devlət, pul, hamısı boş şeydir. Adam o gəzdiyi, doğulduğu, tuz çörək kəsdiyi yerləri yadına düşür. O sevdiyi qonşuların, yadıma düşmür ki, ya bir dənə qonşu nətər olar? Məni sevə-sevə, sonra 5 nəfər teatrda, 5 nəfər əlimi uzatdığım, əl uzatdığım, hörmət elədiyim, kömək elədiyim 5 nəfər insan, o 5 nəfərin biri yox, 5 nəfərin biri Qərbəndli idi, müəllim idi, Şünasib, Təmasib, əstəğfurullah, Təmasib. Hardan gəldi, 4 nəfərə qoşuldu, vicdansız. Amma Allah cəzalandırdı onları. O dünyada görüşəcəyik. Nəysə, əzizlərim, bu boyda söhbətlərimi deyəcəksiniz. Bayram günü Sevda xanım uzaqdan, Rusiyadan bizə təbriklər göndərir. Həm də
Biraz nağıl danışdı. Nağıl deyil. Dediklərim hamısı real şeydir. Mən deyirəm, bəlkə o işlənməyimə görə qancıq, vicdansız, millətçi, kafir, alçaq dediyim sözlərə görə bəlkə Allah mənə cəza da verəcək bu sözlərimə görə. Amma başqa insanlara mən bir pislik elədiyim bir şey olmayıb. Ac olmuşam, mən rəhmətli anamın da cibinə əlimi soxmamışam. Bizim evdə də mənim uşağım da uşaq deyil, uşaqlar istəyir 70, 100 yaşı olsun, anası üçün uşaqdır. Mənim oğlum da bir-birimizin cibimizə girək, maraqlanaq, elə şeylər yoxdur. Yoxdur elə şeylər. Vicdanım təmizdir, karoçi. Uzun sözün qısası vicdanım təmizdir. Elədiyim səhvlər cüzi səhvlərdir. İnsani səhvlərdir elə belə. Külək kimi gəldi gedər səhvlərdir. Qurban olum Allahın varlığına. Onun üçün deyirəm, bax əziz bayramlar keçirirsiniz, insanların içindəki çoxlarını deyirəm. Şeytana uyanları deyirəm. Millət kafirləri deyirəm. Məni kimi insanlar, Allaha inanan, təmiz qəlbi insanlar milyonlarlandır. Amma insanlığın içində kafirlər çoxdur. Bayramınız mübarək olsun. Uğurlu, xeyirli olasınız. Amin. İndi birazdan bu 30 Mart Bazar günü 2025-ci ildir, Novruz bayramıdır. Bayramınız mübarək olsun. İndi biraz dincəlim. Hələ bizdə burada axşam üstüdür. Uşaqlar şəhərdəki evə gediblər. Mən indi istəyirəm bir öz musiqilərimi. Allah Teala Rusiyada da mənə musiqi yazmağı verdi. Niyaməddin Musayevin mahnısının hesabına. O mənim kumerim olub. Hər dəfə onu televiziyada zavrların, hər iki zavrun verilişlərində görəndə ona deyirəm uzun ömürlü ol. Onun mahnısını oxuyurdum. Mənə qeybindən deyildi ki, sən də mahnı bəstələyərsən, gözəl mahnıların var. İndi biraz bir nəfəs boğazım dincəlsin. Uşaqlar evdə olanda utanıram bəzən. Sərbəst oxuya bilmirəm. İndi öz musiqilərimi də yazacağam. Bundan başqa bunu dayandırıb rolikimdə ancaq mahnılarımı yazacağam. Təşəkkür edirəm. Novruz bayramınız mübarək olsun. Çoxlu illərlə, çoxlu Novruzlar keçirəsiniz. Mehriban olasınız, qonşunu sevəsiniz. Köməksizə əl uzadasınız. Qeybət eləməyəsiniz. Elədiyiniz duaları mındaramayasınız. Vicdanınızı ləkələməyəsiniz. Elə şeylər arzulayıram. Sürlü səma arzulayıram. Sülh, müharibəsiz, qonşuluq, dostluq, qardaşlıq, bərabərlik. Heç bir millətdən üstün deyil. Ay insanlar, ey insanlar. Bütün millətlərin, hər bir canlının, hər bir ağacın, hər bir dağın daşın, hər bir çiçəyin yaradanı, canlandıranı, nəfəs verəni, aparanı da, gətirəni də odur. Millətçilik eləməyin. Millətçilik alçaq şeydir. Millətçilər alçağın alçağıdır. Bax deyirəm. Bayramınız mübarək olsun. Allahın köməyi ilə bir də görüşərik. Kanalıma dəstək olun. Parmaqlarınızı, gözəl parmaqlarınızı basın. Məni söyəndə olacaq. Söysünlər, əziyyətini görəcəklər, deyirəm. Mənə söyüş, qarğış eləsələr, baxıb rolikimə, deyəcəklər nağıl danışır, görəcəklər. 3 gün, həftənin içində görəcəklər. Məni görməsələr də üzr istəyəcəklər. Xəyalan. Nəysə, gözləyirəm laykınızı. Girin, gündəliklər yazıram. Gündəlik yazıram. Gündəlik. Məndən xatirə qalsın. İnsanlar üçün, məni tanıyanlar üçün, nə və nəticə üçün. Bayramınız mübarək olsun. Uğurlu, xeyirli olasınız. Народу мира, всех поздравляю с весенним праздником Новрузом. Это весенний праздник всем народам. Возрождение земли, растения, новая жизнь, новая сила, новая красота. Всем good morning, people's world, good morning world, good morning my friends woman, good morning my friends men, good morning my family, my brother, my sister, my mother, my mother, no my mother, там. Thanks you, God, thanks you, God, thanks you, God. Amen, amen, amen. People's world,
My friends woman, my friends man. Welcome please my channel. Thank you. Bye bye. Kanalıma daxil olun, gündəliklərimə baxın. Həyatı gündəlik yazıram, çəkirəm, xatirə kimi. Бажано грбеце каликис, зер матмеровск месек лайки кочакы, окнесек севда тадики, аликин, асвас пахи пашпани болорис, хайреника, харазатнера, асвас болорис пашпания. Интересун сирецек, բարեկամություն հարևանություն սիրեցեք, սատանայից հեռու մնացեք։ Ամին, ամին, ամին։ 30 մարտ 2025 թիվն է Կիրակի օրը։ Salamat kalın, teşekkür ederim. Görüşene kadar.